Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün yenidən Azərbaycan feodal dövlətləri və Slavyanların Azərbaycana hücumları ilə bağlı mövzunun sual-cavabını edəcəm. İlk olaraq Şirvanşahlar dövləti mövzusundan başlayaq. Şirvanşahlar dövlətinin gəlin yaranma ilini siz deyil, mən də qeyd edeyim. Neçənci il yaranır? 861-ci ildə meydana gəlir. Nə vaxtda ki mövzu olub? Ölümeli adları çəkim ona əsasən deyərsiniz. 1538-ə qədər mövcud olub. Şirvanşahlar dövlətinin yaranmazdan əvvəl bir məziyyətlər sülaləsi olub, düzdürmü? Onun ilk mərkəzi hansı şəhər olub? Bərdə. Bərdə. Sonraki mərkəz? Gəncə. Neçənci ildə Gəncəyə köçürülür? 859-cu ildə isə Gəncəyə köçürülür. Daha sonra Şirvanşahlar dövlətinin birinci paytaxtı hara olub? Buyur. Şirvan şəhəri olub. Daha sonra Şamaxı. Paytaxt nə vaxt köçürülüb? 918-ci ildə isə paytaxt köçürülür. Daha sonra neçənci ildə Dərbənd birinci dəfə Şirvanşahlara birləşdirildi? 988-ci ildə. Bəs ikinci ildə inşallah kimin adını çəkirəm sonra cavab versin. Bilirəm maşallah yaxşısınız. Neçənci ildə? 1075-ci ildə isə Dərbənd Şirvanşahlara ikinci dəfə birləşir. Növbəti sualım isə belə olacaq. Dərbənd əmirliyi neçənci ildə yaranıb? Əl qaldırırıq. Buyur. Buyur. 869. Bəli, 869-cu ildə isə Dərbənd əmirliyi meydana gəlmişdir. Bəli, aslı olması 908 və 1075-ci ildir. Şəki hakimliyi nə vaxt yarandı? 960-cı illərində Şəki hakimliyi yaranıb və 830-cu illərində yaranmışdır. Tiflis müsəlman əmirliyi nə vaxt müstəqil olur? Ərəblərin təsirindən çıxır. 9-cu əsrin 60-cı illərində. İndi baxın, Şirvanşahlar dövləti 960-cı illərində yarandı, 861-də. Şəki hakimliyi 9-cu əsrin 60-cı illərində meydana gəldi, düzdürmü? Eyni zamanda Tiflis müsəlman əmirliyi də 9-cu əsrin 60-cı illərində nə oldu? Müstəqil oldu. Hətta Dərbənd əmirliyi də 9-cu əsrin 60-cı illərində yarandı. Yəni Şirvanşahlar, Dərbənd əmirliyi, bir də ki Şəki hakimliyi 9-cu 60-cı illərində yarandı. Tiflis müsəlman əmirliyi isə 8-ci əsrin 30-cu illərində meydana gəldi. 9-cu 60-cı illərində ərəb təsirindən çıxıb müstəqil oldu. Bəs hansı üç sülalə olmuşdu? Şüeybilər, Şeybanilər, Cəfərlər. Şüeybilər, Şeybanilər, Cəfərlər. Harada olmuşdu bu sülalələr? Tiflis müsəlman əmirliyi. Qorxmuşlar. Səhv demədən qorxmuşdu. Biz o səhvi düzəltmək üçün buradayıq. Yaxşı, məsələsidir ki, fikir bildirin, danışın, deməyə çalışın. İçinizdə doğmaqdansa səhv deyib, doğru öyrənə bilərsiniz. Növbəti sual-cavabımız Sazilərdən olacaq. Sazilər dövləti nə vaxt meydana gəlmişdi? 898-də meydana gəldi. Nə vaxt süqut etdi Günəş? 941-də süqut etdi. Sazilər dövlətində kim idi ki, öz adına pul kəstirmiş və dövləti yaratmışdı? Məhəmməd ibn Əbsat. Məhəmməd nə vaxt adına pul kəstirmişdi? 898-900-cü ildə. Yaxşı, bir dənə döyüş də baş vermişdi, qəribə bir adlı bir döyüş Sazilərdə və mənbəli içində verilmişdi. Kim deyə bilər? Yox, kim deyə bilər buna? Neçənci ildə? 251 o hicri ilə 865 miladi təqvimdən Carca döyüşü baş vermişdi. Neçənci ildə Yusif ibn Əbsat ərəb qoşunlarını məğlub etmişdi? Buyur. 912-ci ildə xərac göndərilməsi yandırılır ərəblərə. Bəs 917-də nə başlayır? Göndərdiyi ərəb qoşunlarını məğlub eləmişdir. Doğrudurmu? Bu da Sazilər dövləti olub, belə deyək də. Bunları sonra sağlaca biləcək, illəri yazacaq. Gəldik Salarilərə, bəli? Bəli, 919, 922-də nə başlamışsınlar? 3 il Yusif zindanda saxlanılır. Çıxma səbəbində bayaq növbəti sual-cavabda deyəcəyik. Gəldik Salarilər dövlətinə. Nə vaxt yaranmış Günəş? 941-981. Bəli, 941, 981-də Salarilər dövləti mövcud olmuşdur. Onun birinci hökümdarı kim olmuşdu, kim yaratmışdı? O nə vaxt hakimiyyətə gəlir? 941-də elə hakimiyyətə gəlir. Çünki bu düşür, bəli, 957-yə qədərsə
hakimiyyətdə olmuşdur. Daha sonra sallarla bağlı başqa xronologiyadır, nə deyə bilərik? Buyur. 944-də Bərdə faciəsi. Allah, bəli. 944-cü ildə Bərdə faciəsi baş vermişdi. Sonra nə deyə bilərik? Onu Buyur. 957-də oğullar və qardaş arasında müharibə başlayır. Və kim qalib gəlir? Qardaşı qalib gəlir. Daha sonra isə oğlu gələcək hakimiyyətə. Daha sonra 10-cu əsrin 60-70-ci illərdə həcc məclisi. bəli, 10-cu əsrin 60-70-ci illərdə hərc məzlik özbaşınalıq hakimiyyət mübarizəsi baş vermişdi. Fatimə İbrahim İbn Mərzban 962-981-ci il. illərdə hakimiyyətdə olmuşdu. Neçənci illər oldu? 963-981. Düzdür. Bəs sən nə dedin? Onu dedin, nə? Buyur Günəş. 981-də Salların süqutu. Bəli, 981-də də Sallarlar dövləti süqut etmişdi. Gəldik Rəvvadilərə. Rəvvadi dövləti nə vaxt yaranıb əldə edirik? Leyla. 981-65. Bəli, 981-də Rəvvadi yaranıb 1065-ci ilə qədər. Daha sonra Rəvvadi əmirliyi də meydana gəlmişdi. O nə vaxt meydana 8-ci gəlmişdi? əsrin sonları. Bəli, 8-ci əsrin sonlarında Rəvvadi əmirliyi meydana gəlmişdi. Bəs Rəvvadi dövlətinin paytaxtı hansı şəhər olmuşdu? Kim deyər? Buyur. Təbriz olmuşdu. Bəs Təbrizdə zəlzələ nə vaxt olmuşdu? Kim deyər? 1042-ci ildə Təbrizdə zəlzələ baş vermişdi. Bəs Oğuz ailələri Təbrizdə nə vaxt köçürülmüşdü? Əl qaldırırıq. Yəni bir dəqiqə. 1028-ci ildə. 2028-də Oğuz ailələri gəldi. Bəli, buyurun. 1054-də də mənim birinci Toğrulun Səlcuq hökmdarı birinci Toğrulun hücumu. Bəli, Toğrulun Rəvvadiləri özünə asal salması və sonda 1065-də də Alparslan Rəvvadi Rəvvadilərin varlığına son qoyur. Keçək indi Şəddadilərə. Şəddadi dövlətdə yaranmazdan əvvəl bir əmirlik var idi, Tahir. Bu əmirliyin adı nə idi? Şəddadilər yaranmazdan əvvəl Qəbil əmirliyi nə vaxt yaranmışdı? 951-də Qəbil əmirliyi yarandı. Bəs əl qaldırırıq. 20 il sonra nə baş verir? Yəni neçənci ildə? 971-ci ildə isə dövlət yaranır. Əl qaldırır, uşaqlar, belə deməyək. Neçənci ildə süqut edir? Kim deyər? Buyur Leyla. 1088-ci ildə isə süqut edir. Aha. Yaxşı. Həmçinin Məhəmmədin hakimiyyət illəri mənə kim deyər? Buyur. 985-1030. 985-1030-cu illərdə, 985-1030-cu illərdə Fəzl Məhəmməd hakimiyyətdə olur. Daha sonra Xudafərin körpüsü neçənci ildə inşallah əl qaldırırıq, bu dəvə kimi deyək, dəvanə. 1027-ci ildə Xudafərin körpüsü inşa olunur. Daha sonra ara sözündə. İndi deyin də əl qaldırırıq. 1037, 1038. Görün bu hadisələ kim düz deyər? 37-də Mədinə. Bizans erməni məğlub edildi. 38-də Tamamilə doğrudur. Bizans erməni, Bizans gürcü qoşunlarının məğlub edilməsi 2-ci ləşkəri tərəfindən. Daha sonra növbəti sualım belə olacaq. 1048-ci ildə baş vermiş hadisə Can Baba 1047-də müəllim Səlcuq qoşunları 48-də Səlcuq qoşunları Şəddadilərə gəldi. Bir yerdə Bizans erməni gürcüləri məğlub edildi. Tamamilə doğrudur. Yaxşı, 1062-ci ildə baş vermiş hadisəni Nuray Xəndəklər bir də hasarlar. bəli, Gəncə ətrafında xəndəklər, hasarlar, bir də kimlərin yürüyüşü təşkil olunur? Buyur. Alanların yürüyüşləri təşkil olunur. Bəs 1063-cü ildə nə baş verir? Bəli, Gəncə Osmanoğlu tərəfindən. Daha sonra 1054-cü ildə də Şəddadilərlə bağlı bir hadisə baş verir. Bunu kim deyər? Yağmur? Səlcuq dövləti ilə müqabilə bağlayır. Bəli, Səlcuqlar hücum etdi və Şəddadilər özündə aslı hala saldı. Və son olaraq 1088-ci ildə nə baş verir? Əl qaldıraq Fatimə. Mən bu Gəncəni tutaraq Şəddad dövlətini son qoydu. İndi ikinci Slaviya yürüyüşlərinə. Deməli, 900 oradan-buradan deyəcəm, 14. Kim deyəcək 914-cü yürüyüşü? Kim şərh edə bilər? Buyur, Nuray. Xəqanlığın qalibağıyla biz gəlməsi yarısını səhv verəcəyik. Ondan sonra keçirək Xəzər Xəqanlığın ərazisindən və orada Beyləqanı işğal edirlər, qənimətlər əldə edirlər, Xəzər Xəqanlığına bir hissəsini verirlər, amma sonra Xəzər Xəqanlığının tərkibində olan türk dövlətləri qoymurlar və qiyam qaldırıb onları məğlub edirlər. Möhtəşəm. Hansı türk tayfaları deyə bilərik? Bulqar, Xarəz. Düz.
987-ci il yürüşünü kim şərh edir Fatimə? Müəllim, Dərbəndə üsyan qaldırır yerli əhali. Bunlar Şirvanşah əhalisi də gedib Slavyanlardan kömək istəyir ki, onlara kömək etsin, həm də orada özünə ordu təşkil edir. Düz. Aferin. 944-cü il yürüşünü kim şərh edir? Bərdiyə hücum edib Azərbaycanda möhkəmləşmək istəyir. Möhkəmləmək istəyirdilər, tamamilə doğrudur. Biz nəyə xatırladım bayaqları kamera arxasında mən də bəzi sözləri bildinmi? Çətin imiş, əslində. Hələ sualcaq beləcə bilirdi, bax ki, dərs izahları və dərsə başlamaq izləymiş. İndi məni tam anladın. Aferin sənə. 44-cü bir də şərh elə Nuray. Bərdiyə hücum. Bərdiyə hücum edib Azərbaycanda möhkəmləşmək. Bəli, tamamilə doğrudur. Və bəli, buyurun. Neçənci ildə Azərbaycan tərk edilir, onu da qeyd edək. Direnci və yoxucu xəstəliyi. İnadın var deyil. 1032. Bu yürüşü kim şərh edər mənə? 1032-ci il yürüşünü kim şərh edər? Baxaq. Nuraydan başqa, Fatimədən başqa, Tahir. Mən Slavyanlar Alan və Səri tayfaları ilə birlikdə yürüyüş eləmişdir. Bəli. Hansı şəhər idi məqsəd dağıtmaq? Şirvan. Daha sonrası. Bəli. 1175. Bu yürüşü kim şərh edər? 1175. Rəvanə. Axıstanın köməyi, Üçüncü gördüyün köməklər. köməklər, Slavyanları. Ölkədən qovullar. Daha sonra 910-cu il yürüşünü kim şərh edər? 910. Leyla. Hansı adam tuturlar? Sar adasını. Bəs 909-cu il. Abbasının adasını onlar başlayır əhaldə. Şirvanşahın tərəfindən. Hansı qalır? 9-cu il. 1030-cu il yürüşünü kim şərh edər? 1030-cu ildə Şirvanşahlara qarşı hücum. Slavyan Şirvanşahlara hücum edirlər və burada birinci məcbur Arazın qarşısına bənd kəsib Amma olunur. burada Reyləqanda qiyam qaldırmış qardaşına qarşı onlar dəvət elədiyi üçün burada da yəni biraz ziddir. Bəli, düzdür. Dərbənd hakimiyyənin oxşardır ki, onlardan kömək istəmişlər. İndi keçək sual cavabımıza. Şirvanşahlar dövlətini kim yaratmışdır? Əl qaldırırıq. Xeyr. Buyur. Məhəmməd bin Yezid. Xeyr. Heysam Bimiz Xalid Şirvanşahlar dövlətini yarattı. Daha sonra yaranmalardan deyək, Sacilər dövlətini kim yarattı? Yaranmalardan başlayırıq. Buyur. Məhəmməd ibn Yezid. Olmadı. Məhəmməd ibn Əbu. Sac. Salarilər dövlətini kim yarattı? Mərzman Məhəmməd. Rəvvadilər dövlətini kim yarattı? Əbülrüza. Şəddadilər dövlətini kim yarattı? Birinci Əli Ləşkəri yaratmışdır. Bu yaratmalar Dərbənd əmirliyini kim yaratmışdı? Əl qaldırır. Buyur. Haşim ibn Salam. Haşim ibn Suraka, düzdür. Daha sonra yaratmalardan kim deyə bilərik? Heçlə. Bərdə əmirliyini kim yaratmışdı yaxşı? Yezid. Məziyyədi. Sonra Məhəmməd ibn Yezid mərkəzi Gəncəyə köçürmüşdü. Nə vaxt Gəncəyə köçürdü bayaq dedik? 859-cu ildə köçürdü. Tamamilə doğrudur. Sacilər dövlətinin paytaxtı birinci Marağa, ikinci Ərdəbil olmuşdu. Rəvvadilərin paytaxtı Sonra Təbriz, ondan qabaqdan Ərdəbil, düzdür. Şəddadilərin paytaxtı Zenfira. Şəddadilərin paytaxtı Gəncə şəhəri doğrudur. Daha sonra hansı paytaxtı qaldı? Salarilərin paytaxtı kim deyər? Buyur. Ərdəbil şəhəri düzdür. Ərdəbil şəhəri hansı dövlətlərin paytaxtı oldu feodal dövlətlərimizin? Sacilərin, salarilərin Rəvvadilərdə Gəncə. Düzdür. Şəddadilərdə Gəncə. Daha sonra mənə salarilərlə bağlı 3 xüsusiyyət deyin ki, bu digər dövlətlərdə olmasın, bir-bir deyək. Biri səndir. Bərdə faciəsini törədilmək. Bərdə faciəsidir, ha? Qanunnamə qəbul etmişlər. Düz, qanunlara qəbul etməkdir. Geniş əraziyə malik oldu. Ən geniş əraziyə malik olması, sonra Nuray, İlk dəfə ticarət gəmiləri. Xəzərdə ilk dəfə ticarət gəmiləri tamamilə doğrudur. Yaxşıdır. Belə bir fərqlilik deyim sizə, həmişə uşaqlar çaşırlar. Deysəm, deyiləm. Bunların fərqi nədir? Buyur. Tezim sacilər olub, tezimdə şeylər Buna biraz uzandan aşarsan, qoy səsini düşsün, əla bilsən, bəli.
Deməli, deyirsən dedin ki, hökümdar. Deyiləm isə? Deyiləm hakimi Mərzban İbn Məhəmməd. Deyiləm hansı ərazidən başqa adı nə idi kim deyər? Sahildən. Deyən əjdahadır, bilirəm. Digər adı, ikinci adı. Kəndəli. Yox, deyiləm ərazisinin ikinci adı. İki hərfi ilə başlayır. Gilan. Gilani. Tamam. Onun hakimi Anne kimdir? onlar Gilan'a hücum edirdilər, lakin ala bilməyib geri çəkilirlər şimala doğru. Deyiləm hakimi kim olur? Saları hökümdarı Mərzban Məhəmməd. Salarilər hansı türk soyundan idi? Əl qaldırır. Kəngərli türk soyundan idi, tamamilə doğrudur. Gəldik. Şəddadilərdə, Şəddadi dövləti əl ləşkər yaratmışdı. Bunu bildik, paytaxt Gəncə idi. Bəs kim idi ki, Şirvanşahlarla, Rəvvadilərlə normal münasibət saxlayan? Fəzl ibn Məhəmməd. Yaxşı, Fəzl ibn Məhəmməd kimlə müharibə aparmışdı? Mən Xəzərlərlə, Gürcülərlə müharibə aparmışdı, tamamilə doğrudur. Yaxşı, alanların Azərbaycana yürüyüşü zamanı kim idi ki, tədbirlər gördü 1063-cü ildə? Əbləstan Şavur tədbirlər görmüşdü, doğrudur. 1037, 1038, 1048-ci il hadisələri hansı hökümdarın dövründə baş elə yox, Tahir? İkinci Ləşkər. İkinci Ləşkər. Bəs birinci Ləşkərlə bağlı hadisə necə idi? Gəncəni ələ keçirib Paytaxt işte. Yaxşı, Gəncə paytaxt olmazdan əvvəl, yəni Şəddad dövləti yaranmazdan əvvəl Şəddadilərin nəyi var idi? Əmirliyi var. Dəbil idi mərkəzi. Onu kim yaratmışdı? 953-də Məhəmməd ibn Şəddad yaratmışdı. Tamamilə doğrudur. Uşaqlar, çəkinməyin. Rahat olun. Sual cavabdır. Bilirsiniz, buyurun. Birləşdirmişdir, doğrudur. Daha sonra gəldik Rəvvadilərdə. Rəvvadi dövlətini kim yaratdı dedik? Əbül yaratdı. Əbül Hicab haranı tabi etmişdi özünə? Təbriz, Bir maraqlı yeri var, yox. Yox. Əhəl. Qaradağ hakimi idi, bildik. Muğanı özünə tabi etmişdi. Yaxşı, hansı Rəvvadi hökümdarı ki, o Oğuzların ölkə ərazisində məskunlaşmasına icazə etmişdi? Vəstan neçənci ildə? Bilməm. 28-ci ildə tabi etmişdi. Yaxşı, Mərzban ibn Məhəmməd vergi sistemində qayda qanun yaratmaq üçün nə qəbul etmişdi? Əl qaldırıq, sadəcə əl. Pasiya? Qanunnamə. Qanunnamə nəticəsində nə baş vermişdi? Fatimə? Mənim öz başlanğıclarında son olmuşdu. Vergi ödəməyəndən əl qolunu saxlamışdı, bağlamışdı. Fatimə də ekstra həyazan bir sardan gəlir. Kamera düz onun yanındadır, ona görə. Təsəvvür edin ki, qışqırmağa ehtiyac yoxdur, yavaş danışmaq məsələ. Səsi gür çıxacaq. Yaxşı, davam edirik. Daha sonra. Şirvanşahlar 988-ci ildə Dərbənd birləşdirildi, düzdürmü? Dərbəndlə yanaşı Azərbaycanın hansı əraziləri birləşdirildi kim deyər? Şəki, Qəbələ, Tabasaran, Şabran, düzdür. Yaxşı, Sadilə sülaləsi hansı adla tanınırdı? Afşin. Həmin o məşhur sərkərdə də doğrudur. Yaxşı, sülalənin əsasını Sadilərdə kim qoymuşdur? Əbu Usas deyib. Bəs dövlətin əsasını? Yox. Məhəmməd ibn Əbsar. Yox, onun oğlu. Düzdür də. Məhəmməd ibn Əbsas tamamilə doğrudur. Yusif ibn Əbusatın hakimiyyəti dövründə nələr baş verib? Hərəmiz bir-iki şey deyək. Can baba. Pul kəsdirib. Pul kəsdirib, sonra. O xilafəti qarşı çıxdı, rejim dayandırdı və onları məğlub etdi. Bəli, ilk dəfə olaraq 1912-ci ildə, 912-də xilafət xəzinəsinə xərac göndərilməsi dayandırdı. Günəş, sən kimi deyəcəkdin? Yusif 3 il zindanda saxlanıldı. 3 ildən sonra Ani, Dəbil, Tiflis, Kaxetiya, Şirvanşahları özü bir də Dərbəndə özü bitişdirmişdi. birləşdirmişdi və Dərbənd səddini təmir etmişdi. Yaxşı, Dərbəndi yaxşı, Yusiflə bitirək, sonra Dərbəndi birləşdirənlər deyərik. Başqa rəvanə? Rey şəhərini kimlərdən aldı? Samani dövlətindən aldı. Vergi sisteminə dəyişildi. İlk döyüşdə 20 min ordu məğlub etmişdi. İndi gəlin Dərbəndi birləşdirən dövlətləri deyək, bizə məlum olan. Şirvanşahlar Dərbəndi birləşdirmişdi. Salilər. Feydal dövlətlərimizdən bunları birləşdirmişdi. Gəlin görək hansı feydal dövlətimizin ərazisi hardan alaydı? Mən deyəcəm ərazini, siz dövləti müəyyənləşdirəcəksiniz. Deyirəm ki, Dərbənddən təxmini Kür çayı arasında Şirvanşahlar. doğrudur. Yaxşı, Dərbənddən
Zəncana qədər əraziləri Sacilər. Sacilər. Qərbətdən Dərsə Fərad çayına qədər Salarilər. Kür və Araz çayı arasında Şəddadilər. Araz çayının cəmiyyət Rəvvadə. İndi keçək, hansı türk idi, hansı ərəb mənşəli idi, ona baxaq. Türk mənşəli əl qaldırır. Dövlətlərimiz demədə. Görüm kim desin? Kim deyə bilər? Deyən başqa. Buyurun Ray. Sacilər, Salarilər. Sacilər, Salarilər, türk mənşəli. Ərəb mənşəli, Tahir. Şirvanşahlar. Şirvançılar. Bəli, Rəvvadilər Oğuz tayfalarını öz ərazisində məskunlaşdıranda onların məqsədi nə idi? Kim deyər? Aməlim, gələn hücumların qarşısında hərbi gücü artırdı, düzdürmü? Hər dəfə Oğuz ailəsi dövlətin ərazisində məskunlaşanda gücü artırdı, Rəvvadilər. Təbii ki, ümumi türk belə deyək də, amilini Cənubi Qafqazda gücləndirməyə çalışırdılar. Bir də mən Bizans və erməni güclü feodalların qarşısında müvaqimət göstərildi. Bəli, müqaviməti daha da gücləndirmişdi Bizans erməni güclərə qarşı. Doğrudur. Bu ermənilərə qarşı döyüşməsi bizim hansı dövlətlərimiz üçün oxşardı? Yəni feodal dövlətlərimiz üçün. Sacilər, Salarilər, bir də Şəddadilər. Bəli. 1030-cu ildə hansı Şəddadi hökmdarı idi ki, hansı tədbiri görmüşdü? Sualı belə qoyun. Musa İbn Fəzl nə etmişdi? Slavyanlar hücum etmişdi. Slavyanlardan kömək istəmişdi. Bəli, qardaşı Beyləqanda qiyam qaldırmışdı, ona qarşı Slavyanlardan kömək istəmişdi. Bu da kimdən oxşar oldu? Dərbənd. Sual cavabımız bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm.